Bismillahirrahmanirrahim. Mübarek Ramazan ayının 29. günün duası. Allahümme gashşini fihi bir rahme verzugni fihi tevfike vel isme ve tahhir kalbi min gayahi bit tuhme ya rahimen bi ibadihil mu'minin. 29. günün duasının tərcüməsində buyurulur ki, İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et. Bu gün mənə qüvvət və ismət nəsib et. Ürəyimi töhmətçilik qaranlığından təmizlə. Ey mümin bəndələrinə rəhimli olan Allah. 29-cu günü müstəhəb namazları 2 rükətdir. Hər rükətdə bir həm və həmdən sonra 20 İxlas surəsi oxunur. Bütün müstəhəb namazlar 2 rükətli formada qılınır. Dualarınızda bizləri unutmayın.